Uşaqlar, bu videoda mövzumuz 9-cu sinif ingilis dili, ikinci xarici dil olanlar üçün kiçik summativ qiymətləndirmə nümunəsi 4. Thrilling sözünün düzgün açıqlaması istəyir. Very exciting and makes you feel happy. Səni xoşbəxt edən his, duyğu. Çox thrilling, exciting'in daha üst level, üst səviyyə sözüdür. Definition: to dream. To dream xəyal etməyi arzulamaq deməkdir. To imagine things in your mind. Beynində təsvir etmək. A variantıdır uşaqlar burada. I love to moments with my camera. Kameramla şəkillərin çəkməyi xoşlayıram. Planting trees is a way to help our planet stay healthy. Sustainable way. Planetimizi sağlam saxlamaq üçün ağac əkmək daha dayanıqlı bir üsuldur. Have you uşaqlar, sual cümləsində ever işlədirik. İndiki bitmiş zamandır. İndiki bitmiş zamanın da quruluşu artıq məktəbdə keçmisiniz. Have, has. Üstə gəl, feili sifət 2. Yəni feillərin 3-cü forması. 3 forma əzbərləyirsiniz də. Məstər forma, keçmiş forma, bir də feili sifət 2 forma. Bu 3-cü forma həmin bax budur. Və keçmişdə olan insanın, ümumiyyətlə insanın həyat təcrübəsində olan yaşadığı təcrübələri soruşanda, bax, sualları bu cür veririk. Have you ever seen a shooting star in the night sky? Sən deyir, heç həyatında belə bir ulduz görmüsənmi? Yəni, onun təcrübəsini soruşur. My dad has cooked spaghetti before. Mənim atam əvvəllər, daha əvvəllər. Every əsasən inkar və sual cümləsində işlədirik. Təsdiq cümlədə işlətmirik. Əsasən. Just bu mənaya uyğun deyil. Just o deməkdir ki, biraz, danışdığım andan biraz əvvəl baş vermiş hadisə, indicə, yəni. Məsələn, o indicə spagetti bişirib, elə desəydik, onda before olmayacaqdı, olmamalıydı. Bu deyir ki, mənim atam daha əvvəllər spagetti bişirməyib. We have watched a movie and it was real fun. Biz deməli indicə movie-yə baxdıq və o maraqlıydı. Just bura uyğundur. Sonra sual cümləsidir. Have you, have olacaq, has ola bilməz. You ilə have olacaq, one. Win feilinin 3-cü forması one'dır. My sister da has olacaq, has never seen. Yəni A variantı. Dear Grandma and Grandpa, the story you told me last night was very interesting. Əziz nənə baba, mənə keçən gecə danışdığınız hekayə çox maraqlı idi. It was the best bedtime story ever. Bu həyatımda gördüyüm ən maraqlı yatma öncəsi olan hekayə idi. I love the characters and the adventures they had. Mən onların orada olan obrazları və onların yaşadığı macəraları çox xoşladım. Thank you for making bedtime so special. Yuxu vaxtını belə xüsusi etdiyinizə görə təşəkkür edirəm. Sevgilərlə, Ryan. Düzgün cavab istəyir. It's a letter inviting grandparents to a picnic. Valideynlərini, yəni nənə babanı piknikə dəvət edən bir məktubdur. Xeyr. It's a letter asking for money for a new toy. Yeni oyuncaq üçün pul xahiş etmək üçün olan bir məktubdur. Xeyr. It's a letter to say thanks for the bedtime story. Bəli, təşəkkür deməli məktubudur. It's a letter for grandparents. Nənəyə babaya olan bir məktubdur. Bəli. It's a letter complaining about not receiving enough stories. Yetərli qədər hekayə
almamağı ilə bağlı olan bir şikayət məktubudur, xeyr. It's a letter requesting help with a school project. Məktəb layihəsi üçün kömək xahiş edən bir məktubdur, xeyr. Və bu videoluq bu qədər uşaqlar. Kanala abunə olun, videoları bəyənin, paylaşın. Sağ olun.